Herkese salam dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Ben Aydan. Bugün sizlerle birlikte çok güzel bir videoyla karşınızdayım. Bugün sizlerle birlikte sufle edeceğim ve bunun da reseptini sizinle bölüşeceğim. Gelin indi başlayaq. İlk önce bize böyle bir qab lazımdır ve böyle ise mikser. Yəni tez başlayaq çünkü çok gözləyirəm. Və mən bunu öncədən də eləmişdim, çox dadlıdır. Sadəcə mən qabı çəkə bilməyəcəm, ancaq belə qarışdıranda falan çəkə biləcəm. İlk öncə bizə bir ədəd yumurta lazımdır. Bir armudu stəkan şəkər tozu. Bunu da əlavə edib mikserlə şəkər əriyənə kimi və ağarana kimi qarışdırırıq. Və bunun pişirməyini sadəcə qazda edəcəyik, yəni tufopkaya falan ehtiyac yoxdur. Və baxın, bu hala gələnə kimi qarışdırmalıyıq. İndi isə yarım stəkan duruyaq. Və bu arada belə videoların çox gəlməsini istəyirsinizsə, abunə olub və like atmağı unutmayın və şərhlərdə bildirin. İndi isə yarım stəkan süd. Bir ədəd qabartma qatacaq. Siz vanil də qatmalısınız. Mən vanil almaq yadımdan çıxıb, ona görə sadəcə qabartma qatacağım. İndi isə bir paket kakao qatırıq və yenə qarışdırırıq. İndi isə 4 yemək qaşığı un qatırıq. Dolu 4. Və hazırdır. Bu kıvamda olmalıdır. Belə. Və belə halını belə mən qaşıqlayıb yeyə bilərəm. İstəsəz dondurub yeyə bilərsiniz, amma inanmam bu donsun. Və jelatin töküb jele kimi də yeyə bilərsiniz. Yəni bunun dadına baxaq. İndi isə bunu stəkanlara yarım-yarım doldururuq. Baxın belə yarısına kimi doldurdum. Bunun da yarısını tutduğu üçün balaca stəkan var, bizdə onu keçəcəm. Bunda isə bir damcı çıxdı. Bura qədər falan çıxdı. Baxın, mən belə tavaya yerləşdirdim və içinə stəkanların yarısına gələcəyə qədər su doldururuq. 3 dəqiqə qapağı açıq və 6 dəqiqə qapaqlı pişiririk. Əgər gördünüz ki, şişmiş, şişənə qədər gözləyin, amma gözünüz orada olsun, çünki tez şişirlər. Şişən kimi də götürürsünüz və ləzzətlə yeyirsiniz. Baxın, belə qaza qoydum. İndi isə qoyuram pişməyə. Baxın, yavaş-yavaş şişməyə başlayır. 6 dəqiqədən artıq çox keçdi, amma yenə də şişmir. Mən şişəni kimi gözləyəcəm. Bu balacanın içində az var idi deyə o artıq şişir. Onu bu ikisindən tez götürəcəm. Bunlar amma tam belə partlayana kimi saxlayacağım. Baxın, bu balacanı götürdüm. Artıq keks halındadır və içi su kimidir. Qıraqlarından bəlli olur. Bunlar da 1-2 dəqiqə falan qalsınlar. Su niyəsə sarı oldu, bilmirəm. 2 dəqiqə ya 1 dəqiqə qalsınlar. Baxın, az-az. Oy. Baxın, az-az. Görünmür buradan. Ay, görünür. Duman oldu, nəysə. Və wow. Az idi deyə çoxu keks olub. Amma o birlərdə elə olmayacaq. Evet. Qardaşım onsuz da bu qardaşıma verəcəm bunu. O qədər də bəyənmirdi bu içini. Keksini yeyirdi ancaq. Götür. Necədir? Yaxşı. Bəyəndi. Belə alındılar. Gəlin indi baxaq. Oh yeah. Oy. Baxın belə. Çox gözəldir. Ay, bunu çəkmə. Gəlin indi dadına baxaq. Çox gözəl oldu. Və dostlar, bu videoda bu qədər. Ümid edirəm bəyənmisiniz. Məncə sınayım çox gözəldir. Mən çox bəyənirəm. Əgər lap belə şokolad bağımlısınızsa,
yoxlaya bilərsiniz. Çox bəyənəcəksiniz. Əgər içinə şokolad qatsaz, elə daha da dadlı olacaq. Ümid edirəm bu videonu bəyənmişsinizdir. Kanalıma abunə olmağı və like atmağı unutmayın. Sizləri çox sevirəm. Sağ olun.